Dəyərli izləyicilər, fevral ayının 12-si bir son dəqiqə məlumatı diqqətinizə çatdırmaq istəyirəm. Belə ki, işsiz qalan şəxslərə sığorta pulu ödəniləcək. Hansı şəxslərdən gedir söhbət diqqətinizə çatdıracağım. İşsiz vətəndaşların işsizlik sığortası ala bilməməsi cəmiyyətdə suallar doğurur. Bir çox hallarda işsizlik sığortası ilə işsizlik müavinəti anlayışı qarışdırılır və nəticədə sistemin əhatə dairəsi ilə bağlı yanlış gözləntilər formalaşır. Bəs niyə bütün işsizlər bu ödənişlərdən yararlana bilmir? Mövzu ilə bağlı konkret açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, işsizlikdən sığorta sistemi bütün işsizləri əhatə etmək üçün deyil. Bu sistem sığorta prinsipi əsasında qurulub. Onun sözlərinə görə işsizlik sığortası işsizlik müavinəti ilə eyni anlayış deyil. İşsizlikdən sığorta haqqında qanun elə formada qəbul edilib ki, bütün işsizlər bu ödənişi ala bilmir. Bunun mahiyyəti ondan ibarətdir ki, şəxs işlədiyi dövrdə işsizlikdən sığorta fonduna ödəniş etməlidir. Bu halda işsiz qalanda həmin sığortanı ala bilər. Bu işsizlik müavinəti deyil, işsizlik sığortası işləyən şəxslərin işsiz qalması zamanı ödənilən resursdur deyə Xalid Kərimli qeyd edib. İqtisadçı onu da bildirir ki, sistem sığorta mexanizmi üzərində qurulduğu üçün yalnız rəsmi qaydada çalışan və fonda ödəniş edən şəxslər bu hüquqdan yararlana bilərlər. Onun sözlərinə görə ödənişlərin məbləği də əvvəlki əmək haqqına uyğun olaraq hesablanır və müəyyən hallarda indeksasiya olunur. Beləliklə, rəsmi məşğulluğu və sığorta ödənişi olmayan şəxslər işsizlik sığortası ala bilmirlər. Bu da bütün işsizlərin sistemdən yararlana bilməməsinə səbəb olur. Bir daha qeyd edək ki, əgər siz işləyən zaman işsizlik sığortası ödəməmsinizsə, işsiz qalandan sonra sizə heç bir sığorta pulu ödənilməyəcək.